Salam əziz izləyicilərimiz, növbəti mənzilimizlə sizi tanış eləmək istəyirik. Müəyyən işlər görmüşük. İndi qapısını gətirdik. Hazırdır qapısı. Özümüz yetmişik. Bu da ön hissəsi səliqəli formada. Hamilton kraskalanıb, astar üz, grunt da vurulub üstünə. Kraskanın alt hissəsindən grunt, astar işlənib, səliqəli formada. Burada da alçıpan bəzəklərini yığmışıq. Burası zal hissəsidir. İndi proyektdə dəyişiklik olub, bir dənə tok sisteminin üzü keçiriləcək, twistent yeri burada olacaq. Burası evimizin mətbəx hissəsidir. Bu hissədə mətbəx mebelliyi olacaq. Buranı fotovoltaik sadə formada yığmışıq. Ev sahibi bu istəyir. Burası evimizin koridor hissəsidir. Koridor hissəsində də karobka ilə bəzək yığmışıq. Gizli işıq olacaq bu hissədə. Bu formadadır koridor hissəmiz. İnşallah yaxın bir zamanda başlayacaq tok sistemi karobkaları açıq yerini verdik. Sonra astar, zamaskar düzlük üstündən işlənəcək. Sonra da sədəf emisiya alınacaq. Burada hamam sanucu hissəsidir. Burada bu qaydada sement sıvaq olunubdur. Sement sıvağının bir də hörgüsünü biz görürük. Bu hissəsi də yataq otağıdır. Bir yataq otağı buradır. Bir yataq otağı burada sadə formada qıraqları karobka işlənəcək. Bu hissədə də bir dənə balaca deski, mini otaq deyil. Balaca mini otağımız var. Kim istəsə işlə bağlı əlaqə saxlaya bilər. Sizin işlərinizi keyfiyyətli formada tez bir zamanda görüb təhvil verə bilərik. Hörgü sıvaq işlərindən başqa digər bütün işlərin hər birini görürük. Fasad işləri olsun, keramogranit, sonra alçıpan bəzəyi, bütün işləri, evə aid nə işlər var, hər birini görürük. Allah hər birinizin rızısını versin. Çox sağ olun, təşəkkür edirəm.